Əgər sən onlardan göyləri və yeri kim yaratmışdır deyə soruşsan, onlar mütləq Allah deyəcəklər. De ki, bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi? Ya da o mənə bir mərhəmət göstərmək istəsə, onlar onun mərhəmətinin qarşısını ala bilərlərmi? De ki, mənə Allah yetər. Təvəkkül edənlər yalnız ona təvəkkül edirlər. De ki, ey qövmüm, əlinizdən gələni edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki, kimə rüsva edici əzab gələcək, kim də sürəkli əzaba düçar olacaqdır. Biz kitabı sənə insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar. Kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.